Salamlar hər birinizə əziz tələbələr. Bu günləri sizinlə əsas anlayışlar və say sistemləri mövzusundan olan əsas hissələri qeyd edəcəm. Qısa zaman ərzində qeyd etmişdim ki, imtahanda hansı hissələrə toxunmalıyıq, hansı hissələri təkrar etməliyik, həm nəzəri, həm də praktiki olan hissələrə baxmış olacağıq. İlk olaraq daxil oluruq sənədimizə. Deməli, bilirik ki, magistr din proqramında qəbula düşən proqramlar, mövzular burada yerləşir. 14 dənə mövzunu əhatə edir. Deməli, ilk olaraq biz bu videoda əsas anlayışlar və say sistemlərinə baxırıq. Düşürük aşağı. Deməli, əsas anlayışlar və say sistemləri ilə bağlı birinci nəzəri hissələrə baxırıq. Əsas anlayışlarda ilk olaraq informatika nədir? İnformatika nəyi öyrənir? Qeyd etdiyimiz kimi həmin bu xassələrinə baxsaq, informasiyanın xassələrini əldə edilməsi, saxlanılması, ötürməsi, emalının üsul və vasitələrini öyrənən bir elm sahəsidir. İnformatikada əlavə olaraq baxsaq, qeyd olaraq deyə bilərəm ki, burada verilən informasiya bir də bilik anlayışları var idi ki, verilən mən hal-hazırda sizə məlumat ötürürəm ki, mənasını bilirsiniz. Ola bilər ki, sizə məsəl üçün bir məlumat ötürülür. Burada qeyd edirəm. Belə bir məlumat ötürdüm. Siz sadəcə bu sizə veriləndir. Yəni mənasının nə olub olmasının önəmi yoxdur. Mənasını bilmirsinizsə, sizə ötürülən məlumat verilən olur. Əgər siz bunun ki, məlumatını bilirsiniz, məsəl üçün, tutaq ki, bunu ünvana çevirirəm, artıq belə nöqtə falan qoysam, artıq bunun bir mənası olur. Artıq mənasını bildiyiniz verilən sizə informasiya olmuş olacaqdır. Ki, baxırıq, informasiya, xəbər, məlumat, hadisə olacaq. Bilik isə dərk olma vasitəsilə alınan informasiyadır ki, mən sizə məlumat ötürürəm, başa düşürsünüzsə, anlaşılıqlıdırsa sizə, bu artıq sizdə biliyi ifadə etmiş olacaq. Deməli, informatika tərkib hissəsinə görə 3 yerə bölünür ki, bunlar da hər biri ayrı bölmə olaraq qəbul proqramına düşür. Hardware-də biz qurğular, aparat hissəsi, qurğularla bağlı bütün qarşılıqlı əlaqələri öyrənmiş oluruq. Brainware-də alqoritmik təminatı, software-də isə bütün proqram toplusunu burada öyrənmiş oluruq. Hətta qəbul sualıdır ki, kompüterə quraşdırılmış və instalyasiya olunmuş bütün proqramlar toplusu bizdə kompüterin proqram təminatı adlanmış olacaqdır. İndi gəlirik informasiyanın həmin bu nəzəri hissəsindən hansı hissə qaldı? İnformasiyanın deməli xassələri, növləri, formaları, prosesləri və təqdim edilmə üsulları vardır. İnformasiyanın həmin bu verilənlərindən sual olaraq uyğunluq olaraq düşür. Demək olar ki, uyğunluq olaraq düşə bilər. Obyektiv xassəsi nədir? Məsəl üçün, mən deyirəm ki, tutaq ki, Anar yaxşı oğlan deyil. Tutaq ki, deyirəm. Və informasiya bu elə bil ki, kənar şəxslərin rəyindən asılı deyil. Mən buna obyektiv yanaşıram. Daha doğrusu, mən buna subyektiv yanaşıram. Və yaxud da deyirəm ki, hava bugün istidir. Mən buna subyektiv yanaşdım. Amma desəm, hava bugünləri 25 dərəcədir və yaxud da 30 dərəcədir. Bu isə obyektiv yanaşmadır. Daha sonra informasiyanın tamlıq xassəsi gəlir ki, tam dedikdə məlumatın tam olub-olmamasını əhatə etmiş olur. Bütün məlumatlar mövcud olmalıdır ki, qərar qəbul edək. Tutaq ki, deyirəm ki, stolun üstündə kitabı gətir. Stolun üstündə hansı kitab? En qədər kitab var. Qırmızıdır, üstündə belə yazı yazılıb, nə qədər səhifədən ibarətdir. Bu kimi məlumatları verəndə artıq həmin bu obyekt haqqında verdiyimiz məlumat tam olmuş olacaqdır. Dəqiqlik hadisəsi isə informasiyanın həqiqətə nə dərəcədə uyğun olması, nə qədər həqiqəti düzgün əks etdirməsini verir. Məsəl üçün, hər hansısa bir verilən yazıram, riyazi olsun, verilən nöqtəsinə kimi dəqiq olmalıdır. Dəqiqlik hadisəsi buradan gəlir. Daha sonra adekvatlıq hadisəsi var. Adekvatlıq nədir? Mən məsəl üçün qarşıya məqsəd qoyuram. Həmin məqsədin real vəziyyətdə nə dərəcədə uyğun olmasıdır. Yəni, tutaq ki, deyirəm ki, nə deyirəm? Bu il üçün özüm üçün bir hədəf qoymuşam. Qoyduğum hədəfi il sonuna baxanda görürəm ki, reallığa nə qədər yaxındır. Həmin bu adekvatlıq hadisəsi odur. Mövcudluq əlçatanlıq hadisəsi var. Lazım olan anda informasiyanın əldə edilməsidir. Yəni, mümkünlüyüdür, nə qədər mövcud olmasıdır. Mən hal-hazırda filan informasiyanı istəyirəm, amma mən onu əldə edə bilirəmmi? Əlçatanlığı onun mövcudluğudur. Faydalılıq hadisəsi hal-hazırda sizə mən informasiya ötürürəm. Bu sizə faydalıdır, çünki imtahanda düşəcək. Belə deyim, informasiyanın konkret bir problemin həlli üçün, istifadəçi üçün nə dərəcədə lazım olması, faydalı olduğunu bildirir. Daha sonra etibarlıq hadisəsi var. Etibarlıq hadisəsi isə informasiya mənbəyinə olan inamdan irəli gəlir. Bilirik ki, hal-hazırda texnologiya inkişaf edib, internetdə nə haqqında istəyiriksə, en qədər məlumat var. Bəs tapdığımız məlumatların hamısı nə dərəcədə etibarlı və yaxud da doğrudur? Etibarlıq hadisəsi buradan gəlir. Aydınlılıq hadisəsi isə informasiyanın istifadəsinin başa düşəcəyi dildə, formada təqdim edilməsidir, nə qədər aydın olmasıdır. Mən məlumat ötürürəm,
məlumatı başa düşən də ola bilər, hər kəsə aydın da ola bilər, aydın olmayan şəxslər də ola bilər. Bu informasiyanın ötürülməsinin aydınlığından irəli gəlir. Daha sonra qiymətlilik xassəsi var ki, məlumatın dəyərini, qiymətini həmin məlumat əsasında əldə edilən uğuru və yaxud da qazancı ifadə etmiş olur. Mən bu informasiyanı verərək nə qazanmış oldum? Məsəl üçün, qiymətlilik xassəsi buradan irəli gəlmiş olur. Daha sonra aktuallıq xassəsi gəlir ki, informasiya qarşıya qoyulan, daha doğrusu aktuallıq deyirəm, hal-hazırki cəri vəziyyətə uyğun olmasıdır. Aktuallıq xassəsi, məsəl üçün, qeyd edirəm ki, hava haqqında proqnoz dünənə aid idi. Məsəl üçün, bu gün üçün aktual ola bilməz. Aktuallıq xassəsi oradan gəlir. Və yaxud da, məsəl üçün, deyirdik ki, qəbul proqramına Windows 10-dan düşürdü suallar ki, qərar çıxdı ki, Windows 11-dən düşəcək. Yəni, Windows-un hal-hazırda qəbul proqramı üçün aktual deyil. Biz gedib onu oxusaq, təbii ki, gedib orada qalacağıq ki, bəs nə oldu, nə baş verdi. Deməli, informasiyanın növləri var. İnformasiyanın hansı növləri var? İnformasiya mətn, ədədi, məntiqi, audio, qrafiki, video, radiodalğa və multimedia formasında deməli, həm təqdim edilə bilər, həm də növləridir. Belə qeyd edək. Fikir verirsə, demək olar ki, təqdim edilmə forması ilə eynidir. Bir dənə burada kombinasiyalı var. Mən, məsəl üçün, hal-hazırda isə ekranda rəqəm tipli bir şey görmürəm. Mətn tipli verilən ötürürəm. İnformasiyanın təqdim edilmə üsullarından biri budur. Rəqəm vasitəsilə, məsəl üçün, futbolda yazılan hesab, skor qeyd edək. Bunlar ədədi tipli verilənlərin ötürülməsidir. Səs hal-hazırda həm görüntü, həm də səslə, vizual olaraq məlumat ötürürəmsə, bu kombinasiyalıdır. Yəni, bu qeyd etdiklərimdən arasından daxilində bir neçəsi varsa, bu kombinasiyalı informasiya növüdür. Qrafiki isə tabelalardır, işarələrdir, müxtəlif tipli informasiyaların ötürülməsi bura aid edilə bilər. Burada nə qaldı? Məsəl üçün, eynidir demək olar ki, video tipli, radiodalğa və multimediada dedik ki, qarışıq tipli verilənlər ötürülə bilər. Ən rahatı buradan, məsəl üçün, bildiyinizi qeyd edə bilərik ki, informasiyanın ötürülmə formalarıdır. İnformasiya hansı formada prosesləridir? İnformasiyanın toplanması, saxlanılması, emalı və ötürülməsi. İndi informasiyanın toplanılması dedikdə, lazım olunan məlumatların axtarılması və bir yerə yığılması, toplanılması prosesidir. İnformasiyanın məlumatın isə kompüterin beynində, yaddaşda və yaxud da kağız olsun, diskdə olsun, saxlanılma prosesi də elə qorunması, saxlanılması prosesi bura aid edilir. İnformasiyalar, məsəl üçün, əvvəllər bu qədər texnologiya inkişaf edilməmişdi. Gil lövhələrdə, perfokartlarda, perfolentlərdə saxlanılırdı. Hal-hazırda isə flash kartlardır, disklərdir, müxtəlif informasiya vasitələrindən, saxlama vasitələrindən istifadə edilə bilər. İnformasiyanın emalı nədir? Məndə hal-hazırda bu sənəd var. Mən bu sənədi kimsəyə götürsəm, durub üzərində dəyişikliklər apara bilər. Yeni bir informasiya sənəd emalı edə bilər. Bu emalıdır. Mövcud olan sənəd üzərində dəyişikliklərin aparılmasıdır. Ötürülməsi prosesi isə məlumatın istifadəçidən başqa bir qəbul ediciyə ötürülməsidir. Çatdırılması prosesi olacaq. Daha sonra informasiyanın formaları var. İnformasiya iki formada təqdim edilə bilər. Analoq və rəqəmsal. Rəqəmsal diskret kəsiləndir, analoq isə kəsilməzdir. Analoq desək, məsəl üçün, mənim hal-hazırda danışıram, mənim səsim, temperaturun dəyişməsi, analoq kəsilmir. Yəni, belə deyim, istifadəçi eyni anda bir neçə funksiyonallığı yerinə yetirə bilər. Məsəl üçün, mən eyni anda burada video kayd edə bilərəm, mahnıya qulaq asa bilərəm, nə bilim, dərs oxuya bilərəm, eyni anda bir neçə funksiyonallığı yerinə yetirəm. Bu analoqdur. Rəqəmsal isə diskretdir, kəsiləndir. Kompüter eyni anda bir neçə funksiyonallığı yerinə yetirmir. Yəni, insan kimi daha ağıllı deyil, belə qeyd etsək. Rəqəmsal formada kompüterin başa düşdüyü rəqəmlərlə verilənlər daxil edilir. Ona deyək ki, məsəl üçün, kompüterə verilənlər 0 və 1-lər şəklində daxil edilir. Yəni, həmin bu informasiya kəsilən olur. Bir-bir verilənlər daxil edilmiş olur. Bu oldu kəsilən informasiya. Yəni, burada nəzəri hissə ilə əsas anlayışlar burada yekunlaşır.